qanlı 20 yanvar faciəsindən 36 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə, xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 36 il keçməsinə baxmayaraq, xalqımız həmin faciənin ağır nəticələrini bugün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir. 20 yanvar faciəsi zamanı rəsmi məlumatlara görə Bakıda 131 nəfər mülki şəxs küçələrdə, evlərdə, avtomobillərdə, iş yerlərində öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 200-dən çox bina, 80 avtomobil, o cümlədən təcili yardım maşını yararsız hala salınmışdır. Faciədən dərhal sonra 1990-cı il yanvarın 21-də böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSR rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqında qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etmişdir. Bu il 20 yanvar faciəsini bir başqa əhval-ruhiyyədə bütöv Azərbaycanın qalib ölkənin vətəndaşları kimi yad edəcəyik. Bir tərəfdən kədər hissi, digər tərəfdən qürurla şəhidlərimizi ziyarət edəcəyik. Çünki Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 2020-ci il sentyabr 27-sindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı vətən müharibəsi zəfərlə başa çatıb. Şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb. Qoy 44 günlük vətən müharibəsi şəhidləri də daxil, bütün şəhidlərimizin ruhu şad olsun. Azərbaycanın azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində bundan sonra da əbədi yaşayacaqdır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.